Kəlbəcərə bu dəfəki səfərimiz yanvar ayına təsadüf edir. Yol boyu açılan təbiət mənzərələrini, sıldırım qayaları, qara bürünmüş dağ və dərələri qürurla seyr edə Kəlbəcər şəhərinə doğru irəliləyirik. Gördüyümüz hər bir mənzərə sanki Kəlbəcərin ümid və həyatla dolu yeni səhifəsindən xəbər verir. Beləliklə, dağların qoynunda yenidən qurulan Kəlbəcər şəhərinə çatırıq. Bura artıq xarabalıqlar yox, dirçəlişin göstəricisi olan müasir bir yaşayış məkanıdır. Ucalan yeni binalar sanki təbiətlə vəhdət təşkil edir. Uzun illər köçkünlük həyatı yaşamış Kəlbəcərlilərin doğma yurda qayıdışı təmin olunub. Bu gün burada təkcə binalar deyil, ümidlər, xatirələr və gələcək də yenidən qurulur. Kəlbəcər şəhərində inşa olunan 524 ailəlik yaşayış kompleksində 4 mərtəbəli 6 bina tikilib. Hər binada 2, 3 və 4 otaqlı olmaqla 27 mənzil var. Bundan əlavə yaşayış kompleksində townhouse tipli 2 mərtəbəli, hər bir 3 otaqlı olmaqla 39 fərdi ev də inşa edilib. Hər bir detal sakinlərin rahatlığı və müasir həyat standartları üçün hesablanıb. Kompleksin həyətində gəzərkən həyatın yenidən bu torpaqlara qayıtdığını aydın şəkildə hiss edirik. Uşaqlar qarla oynayır, gülüş səsləri sükutu pozur. Kimisi mağazaya gedir, kimisi təmiz havada gəzişir, kimisi isə qonşusu ilə söhbətləşir. Bir sözlə Kəlbəcərə xoşbəxt həyat qayıdıb. Həyətdə 2 övladının əlindən tutub məktəbdən gələn Telman Xudayerovla qarşılaşırıq. O bizi böyük səmimiyyətlə evinə dəvət edir. Çay süfrəsi arxasında davam edən söhbət köçkünlük illərinin ağrılarını və bu gün doğma yurda qayıdışın sevincini əks etdirir. Telman Xudayerov deyir ki, 32 ildən sonra doğma Kəlbəcərə qayıtmaq onların ailəsi üçün böyük sevinc olub. O, 32 il əvvəlki ağrılı-acılı günləri xatırlayıb deyir. Kəlbəcərdə 1993-cü ildə çıxmışıq. Aprel ayının 1-də çıxmışıq. İkisi günü işğal oldu. O vaxtı rəhmətli anam, atam hamısı sağ idi. Buradan biz 4 nəfər idik. 2 bacım, bir də mən. Getdik. İndi o bacım bir də rəhmətə getdi. Buradan pis günlərlə çıxdıq. Ayağımızda şəpit, ayaqqabı, nə bilim belə də çox bərbad vəziyyətdə getdik. Hərəmiz bir dənə balaca sumka götürüb getdik. Evin qapısına bir dənə qıfıl vurduq, çıxdıq getdik. Uzun müddət Gəncədə yaşadıq. Gəncə şəhərində Gülüstan qəsəbəsi var, qocalar evində. Gəncə şəhərində bizə yer ayırdılar. Biz orada qaldıq. Orada məskunlaşdıq. Heç xəyalımıza da gəlməzdi ki, bir gün Kəlbəcər alınacaq, biz burada olacağıq. Bu gün şükür ki, Kəlbəcərdəyik. Kəlbəcərdə müsahibə veririk, Kəlbəcərdə danışırıq, gülürük. Kəlbəcərdə qəşəng bayramlar keçirdirik indi. Allah şəhidlərimizə rəhmət eləsin. O bildirir ki, köçkünlük illərində yaşadıkları acı günləri heç vaxt unutmayacaqlar. Atası və anası vətən həsrəti ilə dünyadan köçsələr də, bu gün övladları ilə birgə Kəlbəcərdə xoşbəxt həyat sürürlər. Buradan ağlaya-ağlaya getmişdik hamımız. İndi gələndə hamı bayramla, sevinçlə gəldi. Bütün bu Kəlbəcərə köçən əhali hamısı sevinçlə gəlib. Burada sevinç göz yaşları axıbdı ki, köç gələndə hamı bir-biri qucaqlayıb ağlayırdı. İllərlə bir-biri görməyən insanlar var idi. Hamısı bir-biri qucaqlaşıb ağlaşırdılar. Hərəsi bir rayondaydı. Biri Bakıda, Şəkidə, Yevlaxda, Bərdədə. Hər kəs bir rayondan gəldi. Hamı Kəlbəcərdə təzədən birləşdik. Müsahibimiz köçkünlük illərinin həsrətindən, uşaqlıq xatirələrindən və indiki sevinclərindən danışarkən kövrəlir. 93-cü ilə kimi mən Kəlbəcərdə bizə Qayabaşı məhəllə deyirdilər. Vidadi küçəsində keçərmişəm. Vidadi küçəsində böyümüşəm. Gələn gündən gedirəm o küçəni gəzirəm, aşağı yuxarı, aşağı yuxarı. Birdən mənə görürlər, deyirlər ki, tez-tez burada gəzirsən, aşağı tərəfdədir. Biz indi binamız ayrı yerdədir, bizim məhəllə aşağı məhəllədə idi. Birdən məni görənlər deyir, tez-tez bu məhəllədə gəzirsən aşağı yuxarı. Deyirəm, o qədər uşaqda burada gəzmişəm ki, o uşaqlıq xatirələrindən çıxa bilmirəm. Kəlbəcərdəki olan hadisələrdən, o xoş günləri unuda bilmirəm. Deyir, Tərtər çayında qarmaq sallayıb balıq tuturduq. Tərtər çayında orada çimif çıxıb gəldik, çayın içində. Hamımız uşaqlarla gedib çayda çimişib çıxıb gəlirdik bəri Kəlbəcərə, rayona qalxırdıq. Allah şəhidlərimizə rəhmət eləsin, onların sayəsində böyük vətəndəyik. Vətən üçün çox da arxırdıq, çox. Bu günlərə şükür olsun. Axır ki, vətənimizdəyik.
Allah bütün Kəlbəcərləri hamısına burada yaşamağı qismət eləsin. Bütün qaçqın rayonlar hamısı öz vətənində yaşasın. Telman Xudayerovun sözlərinə görə ailəsinin borcu uşaqlarına yaxşı təhsil vermək və onları Kəlbəcəri yenidən yaşadan nəsil kimi böyütməkdir. Bu arzu əslində bu gün Kəlbəcərə qayıdan hər bir ailənin ortaq amalıdır. Dağlar qoynundakı Kəlbəcər artıq xatirələrdə yaşayan şəhər deyil. Telman Xudayerovun ailəsi kimi doğma yurda qayıtmış Kəlbəcərlilər burada həyatın hər anını yenidən yaşarlar. Kəlbəcər indi həm keçmişin xatirəsini, həm də gələcəyin ümidini birləşdirərək dirçəlmiş şəhərin yeni hekayəsini böyük fəxrlə yazır.